Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri yenə də Bərdə maşın bazarından salamlayırıq. Maşınların qiymətləri ilə maraqlanaq, görək bugünkü qiymətlər necədir. Qardaş, Allah bazarınızı versin. Çox sağ ol qardaş. Mercedes 4 göz deyirik də, buna Y-Class. Bəli, bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır maşınımız? Maşın çox gözəl, səliqəli maşındır. Yəni Zavaskoy maşındır. İli 98, 2.4-dür, Vyabrazın. Yəni günləri sürülən maşındır. Səliqəli, kosmetikası, motoru, mostu, korobka çox ideal vəziyyətdədir. Bugünkü günü real alıcı olsa, yəni 11.000, 10.800-ə, lap 10.500-ə də verirəm. Qiymətini axırda dəqiqləşdirərik. Nə vaxtdan sizdə olduğunu deyin də maşın. Maşın hardasa 1 ildir məndə. Aformutdurmu, etibarnamədirmi? Aformutdur, bəli. Öz adınız olan maşındır. Bəli, öz adımıza var. Sənədlər necə? Sənədlər də tam olaraq qaydasındadır. Alqı-satqıda problem olmayacaq inşallah. Yox, xeyr olmayacaq. Alındıqdan sonra nəsə xərciniz olubmu maşınımıza? Alandan sonra bəli, təkər alınıbdır. Mən müəyyən, ancaq təkərdir, nakladkasıdır, yağıdır, benzinidir. Ayrı heç bir dəyişikliklər olmur. Mühərrikinə baxdırmamısınız ki? Mühərrik də bez nömrədir. Nömrəsiz dəyişilib yoxsa? Elə məndən qabaq dəyişilibdir, bəli. Necədir indi mühərrikin vəziyyəti? Çox gözəl, super. Kubu neçə idi? 2.4. 2.4. Benzindir. Benzindir, bəli. Yağ azaltmadır, səsdir. Xeyr, heç bir şey. Nə problemdirsə mən tərəfdən qarşılanacaq. Korobkası avtomat korobkadır. Bəli, avtomat korobka. Gecikmə, vurma. Xeyr, yox. Diferi necədir? Difer də çox gözəldir, səs küyü heç nə yox. Altında çürüyü, pası? Xeyr, çürüyü, pazı qətiyyən yoxdur, heç nə. Polu yaxşı. Perodokda necə vəziyyət? Perodok da gözəldir, qəşəngdir. Səs küyü yoxdur. Heç nə. Təkərlər də yaxşıdırmı? Təkərlər də bəli, ortadır. Təzə deyil, nə də köhnə deyil, ortadır. Normaldır. Maşınımızın dəyişiləni yoxdur. Xeyr, nə var odur. Heç bir dəyişən detal yox. Yəqin ki, bir neçə dəfə kraskalanmış olar da. Kraskası təbii ki, 98-dən bu vaxtda qalmaz da. Yəqin ki, kosmetik işi yoxdur. Kosmetik işi tərtəmiz yoxdur, xeyr. Ön alın şüşəsində çat var, aşağı hissədən bəli, boy-ha-boy gedir demək olar ki. Hə, bir qabaq patpresdə çat var. Hə, digərləri salamatdır yəqin ki. Bəli, düzdür. Yan aynalar düymə ilə mi qalxır, yoxsa əllə mi qalxır? Podyomdur, bəli, dördü də. Şitin üstündə ləkədir, qırıqdır. Yoxdur ki, yüngül var. Ləkə bu daima olan şeydir, bu qıraqda görsənsə bir balaca özünü radını balaca çatlar da var, 1-2 sm. Hə, qaqa elədir, çatdır. Neyəcəm çatdır? İsmail nətərsən qardaşım? Sağ ol. 98. 98. 98. Qiyməti 11. 11.000. Motor nədir? 2.4. 2.4 Vyabrazdır. İsmail, maşın almaq istəyirsən qardaş? Allah xeyir versin. Yaxşı maşındır. Əla maşındır, yaxşı yox. Buna baxıyoruz. Oturacaqlar parçadır. Hə, parçadır. Sürücü tərəfdə acana oturulan hissəsində var. Orada bir balaca. Balaca, yəni monitor qoyulubdur. Monitor vardı, kondisionerdir, bu da hamısı işləv vəziyyətdə. Qəşəng. Maşınımızın qiyməti də dedik 11.000. Onu elə 10.000-ə verəkmi? Bax bu oğlanlar istəyir. Verək də sən deyirsən verək. 10.000-ə. Verək. Belə. Və izləyicilərdən zəng eləyən olsun. Sən yox. Onlara yox. Yox, onlara yox. İsmail o 10.000-ə yendirmişəm və sizin üçün xüsusi. Sizi endirim də 10.000-ə yendirmiş ha. İzləyicilərə də vermir ha o qiymətə. Maşınla bakteri stopularsa. Baxır maşına, yoxsa? Nə bilim, baxmaq düzdür, bax. Deyir maşına baxarıq. Deyir Opel H. Təzələrdən. Belə barterə 11.000-dir. Barterə deyir yuxarı qiymətlə. Allah bazar versin. Amin, amin. Qardaş, harada baxa bilərlər bu maşınımıza? Maşında baxa bilərlər Mingəçevirdə. Mingəçevir şəhərindən gəlmişsiniz. Əlaqə nömrəniz? 050 683 69 68. Uğurlar arzu edirəm. Çox sağ olun. Siz də sağ olun. Salam aleyküm. Qardaş, Allah bazarınızı versin. Çox sağ olun, Allah razı olsun. 07-dir, elə mi maşınınız? Bəli, 07-dir. İli 99-dur. Motor 03 motorudur. Korobka 5-dir. Diferdə zadda səs-küy yoxdur. Ondan sonra qiymət də ki 3,5 deyirik inşallah ki. Yəni belə. Maşınımızın çöldən görünüşü ürək açan deyil, amma yəqin ki Xadava sistemi yaxşıdır, hə? Bəli, xadava sistemi qəşəngdir, yaxşıdır. Eləyirik. Yox, eləncə idi, öz ki var. Yəni belə vaxtı-vaxtında qulluq olunubdur, peredok təzə yığılıbdır. Motorda əməlli başlı qulluqlar, nəyi var lazımdır, hamısı olunubdur.
Yağı vaxtında dəyişilib, antifriz vaxtında dəyişilibdir. Pompa, şkif, bunlar hamısı təzə dəyişilib. Akkumulyatorım təzə. İl deməli 98. 99. 99 dedik. Bəli. Nə vaxtdan da sizdədir? 2 il düşük. Aformut etibarnamə. Yox, etibarnamə ilə sürürəm. Qardaş uşaqda var, ondan alıram, sağ olsun. Yəni sənədlər necədir? Sənədlər hamısı qaydasında. Hamısı qaydasında sənədlər. Maşınımızın Texniki baxış, sığorta 2 ay, 3 ay olar beləncə keçibdi, ikisi də. Nə varsa yəni çölündə. xərciniz oldu mu yoxsa? Xərcini belə deyəndə ki, yəni özüm üçün də istifadə edirdim deyənə qoymuşam. Yəni çox detalların yenisi ilə əvəz eləmişəm. Akkumulyatorundan tutmuş, staterin yığdırmışam. Yəni xırda-xuruş xərclər qoymuşam. Bir dənə Yəni qaldı belə- kosmetik şeyi onda Bəli. eləmədiniz. O da ki Mühərriki nədir bunun? 0.3 motoru. Necədir mühərrikin vəziyyəti? Mühərrikdə super. Yığdırmadınız ki. Təzə yığılıb. Siz Ki, elətdiniz. xeyr, mən almamışdan qabaqçı gəlsi yığdırıb. Yağ azaltma səsi yoxdur. Heç nə, qəti, heç bir şey yox. Korobka nədir? Korobka 5. Atma səs. 5-dən atır korobka. Bir dənə 5-dir. Aha. Yəni Düzələsi mən bir alandan şeydir, elədim. yoxsa- Düzələsi bir şeydir. Açıb orada purjun var, onu nəsə şey eləməlidir. Onu da ki, yəni ustaya göstərməmişəm elə. Və difer necə? Diferində səs-küy yoxdur. Maşınınızın altında çürük yoxdur. Çıxarılıb, altın çürükləri çıxarılıb, podnoşkada çürüklər çıxarılıb. Yəni Danqırat görünən yerləri varmı? danqırat yerləri çiçək kimi. Görünən nədirsə üzdədir. Peredokda səs-küy. Peridoqu təzə yığdırmışam 20 gün. Aha. Təkərlər, arxa təkərlər daha yaxşıdır elə bilim. Yoxsa Arxa da İsmaildan gəlib, maşın ona görə qışa uyğundur da. arxa keçmiş. təkərlər qış təkəridir. Bəli. Aha. Hə. Hələ ki işlətmək olar. Bəli, gedər hələ ki. Dəyişilən də 2 dəyişici var amma çox deyiləmi yoxsa? Yox, 2 detallı. 2 kurulu. Arxa ön krellər dəyişdirilibdir. Sizdə yoxsa? Qabaq məndə, arxa yox. Deyirəm bəs digərləri də bəlkə dəyişilib. Xeyr, dəyişilmir. Elə 2 dənə bunlar dəyişilib. Maşınımızın ön almış şüşəsində bir dənə çıx dağı var. Yan şüşələr təmizdirmi, yoxdur? Bəli, keçdi bəli, yan təmizdir, şüşələrdə? hamısı təmiz. Şitin üstündə necə? Yüngül bir dənə hə? partlağı var və salam. Oturacaqlarda vəziyyət. Oturacaqlar hamısı çexoldadır, yaxşıdır vəziyyətləri. Aha. Yəni Çöküntü, cırıq, sökük heç nə yoxdur ki. yoxdur, yox. Qiyməti Oturacaqlar neçə yaxşı. idi? 3-5-ə deyirəm da. 3-5-ə deyirsiniz, Bəli. xərcləri çıxmamısınız. Elə çıxandan sonra, nəzərə Çıxandan sonra alınandan sonra 3-5-ə 3-5-ə. deyirsiz. Bəli. 3 təklifi gəlsə, Xeyr. verməyəsiniz. Yəni minimal 3-3 verənti. 200 manat endirim Bəli. eləmək fikrindəsiniz. İstəyən hara gəlsin, hansı rayondasınız? İsmail rayonundan. Əlaqə nömrənizi deyə bilərsiniz? 051 422 0852. Allah bazar versin. Çox sağ olun, Allah razı olsun. Siz də sağ olun qardaş. Qardaş Allah bazarınızı versin. Sağ ol, sağ ol. 07 maşınınızı satırsınız. Hə, bəli satıram. Buyurun məlumat verin bilək necə maşındır maşınınız? Biz detal maşındır, 2004-dür. Kraskaz təhdük yerdə var. 2009-un maşını 2004, 4. 4. Ha, 2004. Biraz yaxşı eşitmirəm. Nə vaxtdan maşın sizdədir? Onu belə soruşum. Hardasa mart ayından. Mart ayından maşın Ha. sizdə azalıb bir il olsun da. Hə, azalıb da. Etibarnamədirmi sizdə? Bəli, bəli. Vaxtı nə vaxtdadır? Elə mart ayından. Hə. Necə olacaq bəs? Gərək aformut mu eləsinlər yoxsa aldığınız adamı tanıyırsınız? Təzkirar almaq olarmı? Yox, tanımıram amma belə nömrəsi yad var, münasibətim var. Hə. İndi o da desək yox da, da Yox, veririz verir, verirəm. ağsaqqal kişi də verir eləyir. Hə, lap yaxşı. Sənədlər qaydasında. Hamısının qaydasında. Xərciniz nə oldu aldıqdan sonra maşınınıza? Heç nə. Elə necə almısınız o Aynı vəziyyətdə? calmışım o vəziyyətdə. Mühərrik 06-dır. Bəli, bəli. Necədir mühərrikin vəziyyəti? Super. Yağ azaltması, Heç nə, səsi, heç nə yoxdur. Nə difirdə, nə karabkada, hamısı super vəziyyətdə. korobkanın atması falan Heç bir yoxdur. şey, heç bir şey Diferdə də səs yox. Heç nə. Polda vəziyyət necə? Altında. Gül kimi. Çürük, pas. Heç nə. Pası, çürüyü, heç nə yox. Danqırat yerləri necə? Super. Yerindədirmi yəni? Hamısı yerində. Peredokun səs-küyü necə? Hamısı superdir. Sən Daş səsi kəsəli yox. yolda səs eləmir ki. Yox, heç nə. Təkərlər yaxşıdır, Bəli, bəli. səvər də yaxşı. Deyirsiniz dəyişilən heç yoxdur. Yox. Təhdük nə bilim, qusaq-musaq ola bilər, amma dəyişən hamısı yox. Şüşələr hamısı da 2004 yerində. Öz aynaları Ha, deyirsiniz. bəli. Aynalarda kosmetik işləri var maşınımızın elə biləm. Ha, yüngülvari. Ola bilər, ha. Oradan buradan var. Kraskalanmış olar da öncəsi. Nə bilim, deməm, tala-tala deyir, baxsan bir detaldır var. Ha. Maşınımızın şiti də yaxşıdır. Oturacaqların üstünü bağlamısan dəqiq görə bilmirik. Zavosko ötürəcədi deyin, üstünü Cırıq bağlamışam. çöküntü yoxdur Yox, ki. heç nə yoxdur. Prosto öz Zavosko siliniyası deyin, üstünü bağlamışam. Qiyməti neçə idi maşınınızın? Valla 5-8 deyirəm.
Yaxın duran yoxdur heç. 5-8 deyirsiniz. Ha. Endirim eləyək də ona biraz. Onu istəyən olsun ki eləyək də. 5-4-ə falan belə vermiyorlar. 5-5-ə vermiyorlar. Gəlsinlər, hansı rayona gəlsinlər? Cəbrayıl. Əlaqə nömrənizi deyə bilərsiniz. 051 651 2550. Uğurlar arzu eləyirəm. Çox sağ olun, Allah Siz kömək. də sağ olun. Qardaş, xeyirli olsun. Sağ olun. 06 Bəli, satırsınız. bəli. Buyurun, məlumat verin bilək, necə maşındır? İli 2000, qiyməti 4700. Maşın Göyçaydadır. Karokka 5, motor 06, usul indi. Budur da indi. Nətərsən qardaş? Nə vaxtdan sizinkidir? Dekabr ayında almışam. Təzə almısınız. Bəli, bəli. Nə cəb tez satası oldunuz? Pul lazım olduğu üçün. Deyirəm, bəlkə alverinə başlamısınız. Yo, yo. Eləmək olar, satıcı Olar. olaraq demək yaxşıdır da. Bəli, əlbəttə ki. Maşınımızın sənədi aformut etibarnamə. Etibarnamə. Vaxtdan yəqin ki var, hə? 1 il. Lap yaxşı. Alandan sonra xərciniz oldu mu maşına? Xeyr. Necə almısınız o vəziyyətdədir? Bəli. Yağın dəyişmişəm. Suyuna baxıram, sürürəm. Problemləri çoxdurmu? Xeyr, indi kosmetik işləri var, o da pulundan çıxılacaq da. Motor deyirsiniz 06-dır. Bəli, Yağ azaltması nə qədərdir? yoxdur. Bu qısa müddətdə yəni bilmək olur, yoxsa yox? Bəli, bəli. Səsi də yaxşıdır mühərrikin. Karobka necə? Karokka 5. Atması, səsi Xeyr, yoxdur. yoxdur heç bir Bəli. şey. Diferent səsi necə? Yoxdur. Altı necədir? Altında yoxdur, heç nə. Çürüyü, pası. Xeyr, xeyr. Heç olmayıb, yoxsa olanlar çıxıb. Olmayıb. Bir dənə Danqrat, sənin üçün tərəfdədir. Cüzüdə nöqtə. danqrat yerləri salamatdır? Bəli, bəli. Peredokun səsi küyü necə? Yoxdur. Maşınımızın təkərləri normaldır elə bilirəm, hə? Bəli. Təkərlər yaxşı. Dəyişənləri deyirsiniz hansılardır? Dəyişənləri yalan deyərəm. Yəni Soruşmadınız, alanda ki, bunun qapı kreli dəyişilib yoxsa yox? soruşmuşam, mən bilmirəm. Nə dedi? Dəyişilən yeri yoxdur. Satan deyir yoxdur dəyişilən yeri. Satan yeri yoxdur, amma bir-iki yerdə mən özüm görmüşəm də var. Şübhələnirsiniz. Bəli, bəli. Müəyyən yerlərdə də kraskalarda qabarmalar Bəli, var. bəli. Aynalarda da ki, ön alın şüşəsində bir dənə çırtdağı var. Yan şüşələr təmizdirmi? Əllə qalxır yan şüşələr. Bəli, bəli. Şitin üstü təmiz, eləmi? Yoxdur ki, qırıq-çaq. Xeyr. Oturacaqlar da normalni görsəniz. Bəli. Qiyməti də deyirsiniz 4700. 4700-ə deyirsiniz, endirim də eləyəsiniz. Bəli. 4300. Razılaşmaq olar, təklif baxır eləyirik ya adamına. biz, Baxır təklif adamına. Görmək istəyən Göyçay gəlsin. Göyçay rayonu, bəli. Əlaqə nömrəniz. 050 874 60 35. Allah xeyir versin. Allah razı olsun. Siz Sağ də olun. sağ olun. Bundan aşağı necə? Hə, 4. Qardaş, Allah xeyir versin. Sağ ol. Maşınımız Priora 2172, eləmi? Bəli. Yoxsa 70 gedir bunlar? Arxası uzunlardan da bilmirəm hansı. Arxasınlara Buyurun. 70 gedir. Buyurun, məlumat verin. Bilək hansılardan, necə maşındır? Maşın ili 2013'dür. Fulldur, dana yığılıb. 2015'e yığılıb. 2013-dür, 15-ə də yığılıb. Hə. Hər bir şeydə işləyir. Nə vaxtdan sizdədir? 1 il olar. Aformut etibarnamə, Adımıza da öz adımıza. öz adınız olan maşın. Aha. Alandan sonra siz işlərini gördünüzsə, yoxsa nə eləmisiniz? Bir iki işlər təkər zad da. Bu da belə deskraska maşındır. Dedim 15-ə yığdırmışıq. Deyirəm görüm Ha, nələr bir- dəyişilibdi, onları bilək. Arxa bufer, Aha. sonra qabaq bufer. Ha bir iki işlər var da. İçəridə də nəsə dəyişiklik olub, yoxsa Olub, hə, bir iki işlər olub. Pirbor zad dəyişilib. motoruna baxdırmadınız heç? Motorun qırmayana yığdırmışıq. 219 min göstərir. Yürüyüşü. Hə, Orijinalda yəqin ki. orijinal Bunlarda probek. da qurdalamaq oldu, dala qabaq çəkmək. Olur amma orijinal probek. Motorda deyirəm görüm yağ azaltmadır, səsdir. Xeyr. Yox Heç bir ki, elə şey yox. Korobkada necədir vəziyyət? Korobka super vəziyyətdədir. Mexanikatda bunlarda. Bəli. Ön çəkən maşındır bu. Bəli. Qranatlar necə? Super vəziyyətdə təzə dəyişmişik. Ümumilikdə peredokda səs-küy yoxdur ki. Yox. Təkərlərdəki deyirsiniz yaxşıdır. Təkərlər təzədir. Altı necədir? Polo. Xolu çəkə Zədə bilərsiniz. yoxdur. Xeyr, heç bir. Çürüyü, harası Heç dəyə bir. dağla belə bir şeylər. Xeyr. Dəyişən detal. Dəyişən krel, detal. Kapot.
Beskraska maşındır. Heç kraska da deyirsiz vurulmuyor. Bəli. Nə gözəl. Kosmetik işi yoxdur ki? Xeyr. Göz qabağındadır. Aynaları təmizdirmi? Bəli, bəli. Ön alın şüşəsində heç çox cüzi bir çıxdağı var, o da heç bilinən bir yerdə deyil. Yan aynalar 4-ündə də düymə görürəm. 4-də işləyirmi? Hə. Kondisiyonu var bunlarda? Kondisioner var. Yaxşı işləyirmi? Qaşəng işləyir. Şitin üstü təmiz, oturacaqlara çuxol çəkilibdir. Hə, çəkilir. İndi altdakılar da yəqin. Yenə qızdırıcısadır, hər bir şey işləyir. Nə gözəl. Qiyməti neçədir? 11800. 11800. İndirim eləməyəsiniz? İndirim valla son qiymətdən o. 11 yarıma istəsənə nə deyək? 11500-ə. Nə olacaq? Real alıcı olsa Pul danışmaq götürsün gəlsin. Hansı rayondasınız? Ağzıbəd rayonu. Əlaqə nömrəsini de qardaşım. 050 682 63 94. Allah xeyir versin. Çox sağ ol. Qardaş, Allah bazar versin. Sağ ol qardaşım, sağ ol. Maşınımız Hyundai'dir. Modeli nə gedir bunların? Hyundai XG 3 motordur. 2000-ci ildir. 6500-ə də deyirik. Heç bir problem də yoxdur. Bu maşınlardan təsadüfən görürük biz bazarda. Daha doğrusu bəlkə də mən birinci dəfədir rastlaşmışam. Hə, elə olar, birinci səfə olar. Onun üçün də müəyyən bir məlumatlar verməlisiniz ki, izləyicilərimiz də bilsin ki, necə maşın bu maşın. Bunları kim alıb istifadə edə bilər? Bunları elə hər kəs Elə alıb bilən istifadə biznes edə sevinə bilər. aid olan bir maşındır. Biznes yəni. klassdır, hə. Komfortlu bir maşına oxşuyur. İli 2000-dir deyirsiniz. Bəli. Siz nə vaxtdan işlədirsiniz? 2 ildir. Sənədi nədir? Aformut etibarnamə. Yox, aformutdur. Öz adınıza birbaşa Bəli, olan bəli. maşın. Xərciniz nə oldu alandan sonra? Nəsə düzəltdirdinizmi? Yox, elə bir ciddi bir problemi yoxdur. Bugünkü gündə çox problemsiz maşındır. Ancaq belə də maşına lazım olan bir şeydir. Gün yağıdır, təkəridir, belə bir şeylər. O da indi Deyirəm, İşlədən görüm, adam olar, ehtiyat istifadə hissələrini eləməlidir. Tapmaq mümkündürmü yoxsa hə, olur. tapılmayan bir hissələr var? Burada yox, ancaq Bakıda. Bakıda tapmaq olar. Mühərrikdəki deyirsiniz, mühərrikin kubu 3 motordur. 3 kub, daha doğrusu 3000 kubu deyil də, 300 kubdur, 3000 kubda. Motorda vəziyyət necə? Tam problemsiz maşındır. Bilmirsiniz, açılıb, yığılıb yoxsa? Yox, indi müəyyən şeylərində prokladkadır, belə bir şeylərində dəyişilməyi, eləməyi, farsonka, bunlar olar da. Amma belə motoru problemsiz. Yağ azaltması, səsi, Heç nə. səsi yaxşı gəlirmi? Hə. Benzin sərfiyyatı necədir? Benzin şəhər içi 12-dir. Trasta 8, 10 arasında, həm də sürməkdən asılıdır da. Ekonomla sürsən daha az işlədər. Hə, əlbəttə ki, 120-dən yuxarı sürsən Çəkisi elə bilirəm çox deyil maşınınızın. normaldır, yox. 2 ton olmalıdır. Kondisioner işləyirmi? Hə, işləyir. Hər bir şey işlək vəziyyətdə. Götürücülər qutusu avtomatdır. Avtomat. Gecikmədir, vurmadır. Yox, heç nə yoxdur, yox. Ön çəkirmi, arxa çəkirmi? Ön. Öndə vəziyyət necədir qranatlarda? Hər şey əla vəziyyətdədir. Ümumilikdə Peradokun səsi küyü yoxdur ki. Yox, yox. Təkərlərdəki yaxşıdırmı? Normaldır təkərlər. Hər şey normaldır. Bugünkü günə lazım olan bir dənə bir şey olsa da o da müştərisidir. Başqa hər şey qaydasındadır. Altında zədə yoxdur. Polda Yoxdur, çürüyü, yox, yox. pası. Yoxdur, yox, yox. Sağ ol qardaş, sağ ol. Maşınımızın dəyişiləni yoxdur. Qapı, krel, kapot, Yoxdur, heç nə. kraskalanmış olar da. Hə, kraskala həyətdir. Rəngdə fərqlilik mi var, yoxsa mən buradan baxanda elə görürəmmi? Hə, kraska deyən yerləri var. Kosmetik işləri Hə, sürtülmədir, nə bilim nələr belə şeylərə görə kraskalanıbdır. Bəzi də yerlər. çox cüzi yerlərində elə bilən var kosmetik işlər. Hə. Qapının üstündə bir balaca zədəsi var. Aynalar təmizdirmi, yoxdur? Hə, özünündür, yoxdur. Heç. Dördündə də düymədir. Hətta ona necə deyirlər, kantı yoxdur da, kənarları yoxdur. Hə, Birbaşa çərçivəsizdir. çərçivəsizdir, hə. Bir də şitdə bu hissələrində zədələr var. Yox, o da aşağı. peçi dolmuşdu, peçi dəyişiləndə şit sökülməlidir. Ustanın naşılığından dolayı olan bir şeydir. O gərək açıla bağlana yaxşı ya da elə qala. Ha, bildim. Dəri salonda oturacaqlar dəridir. Yəqin ki qızdırıcıları var. Yox, qızdırıcısı yoxdur. Ha, olmuyordu mu görsən, yoxsa Yox, yoxdur. sonradan xarab eləyiblər.
Maşınımız belə də yaxşı maşın deyək də buna. Normal maşındır. Luk da var. Luk işləyir bilmirəm. Hə, hər şey işləyir. Əlavədə ki, kimin nə sualı olarsa yəqin sizi narahat eləyə bilər. Olar. Əsas odur qiymətini deyəsiniz. Qiyməti 6500-ə deyirik, razılaşarıq. 6500. 6-ya vermək olarmı? Olar. Barter necə? Barter Bəlkə Sovet maşını ilə. Bir izləyicimiz bəlkə bizi görüb deyir ki, bir barteri də soruşun da bəlkə kimsə barter eləmək. Hə, Barter ancaq Sovet maşını ilə. Dəyərindən bahalı mı olsun yoxsa ucuz mu olsun? Fərq eləmir. Yəni pul da verə bilərsiniz, pul da Ala da bilərsiniz. bilərik. Hara gəlsinlər görmək üçün? Yevlağa Əlaqə nömrənizi deyə bilərsiniz? 055 749 1766. Uğurlar arzu edirəm. Sağ ol qardaş. Siz də sağ olun. Mexanika, benzin, 4 podyomnik, lük, kondisioner yoxdur. Xeyirli olsun qardaş. Çox sağ ol. Mercedes 190 deyirik də buna. Hə, deyirsiniz ki, 2 motordur. 2 motor mexanika və 4 podyomnik, lük, İli neçə idi? 92. 92-nin maşını. Sizdə nə vaxtdandır? 6-7 il. 6-7 ildir qardaş deyir. Bəli, Yəqin bəli. aformutdur, eləmi? Öz adınıza. Hə, Bəli, gözəl. bəli. Alandan sonra təbii ki 6-7 il içərisində xərc çəkilər də bir maşın, Bəli. köhnə maşın. Yox, tam problemsiz bir maşındır. Yəni xərc qoyulub da, yəni pul qoyulub. Yəni Motor problemsizdir. yığılıbdımı? Biz onu bilmək istəyirik. Bəli, bəli, mühərrik yığılıb saat kimidir. Mühərrikin kubu 2-dirmi, yoxsa 2 motor, bəli, 2? bəli. Hazırda yağ azaltması, Heç, səsi, heç bir otur sür. Bez problem maşın. korobkası necə? 5 skorus, mexanika. Mexanikadır, Bəli, bəli. atma, səs, Heç bir şey, heç bir problem yox. arxa çəkirdə difer var. Bəli, bəli. Diferdə problem yox Yox, deyirsiniz? yox, heç bir Pol problem yox. necədir? Qəşəng çəkin maşın üstü necə görsünüz altı sistemi Sürü, deyil. pası, zədəsi yoxdur heç nə? Yox, yox. Peredokun səsi küy necə? Heç nə yoxdur. Sağlamdır. Təkərlərdəki yaxşıdır, elə Bəli. mi? Təkərlər də təzə təkərlərdir. Təzədir qardaşımız deyir. Dəyişilən nəsə var? Qapı, Yox, krel, kapot. bizdə heç nə olmuyor. Yəni belə də reallıqda da yəni dəyişəni yoxdur, salamatdır. Zavod Kosmetik germetikaları işi da. yoxdur, kosmetik işləri. Yox, kosmetik işi də gördüyün kimidir. Hər şey normal vəziyyətdədir. Luka açıqdır, yəqin ki işləyir. Bəli, bəli. Aynalarda ön alın şüşəsində elə biləm çıxdaq var. 2 yerində mən hiss eləyirəm var nəsə. Yüngül var idi, o da bilinmir. Hə, boş şeylər də olar. Aha. Şitin üstü təmiz, Sağ, yan təmiz. aynalar Bəli, təmizdirmi? Hər bir şey 4 podyomiklə kim var, hər bir Dördü də şeydə düymə ilə qalxır. hər bir şeydə normal işləyir. Oturacaqlar da çuxollanıb. Bəli. Orijinallar görən necədir? Yaxşıdır. Orijinallar da salamatdır. Salamat Parça öz salamlar. çıxırlar. Cırığı söküyü belə şey yoxdur. Əsas qiymətidir maşınımızın. Maşının da qiyməti 6000-ə deyirik. 6000-ə. Baha demədiniz ki. Alanla satan arasında olur da nizamlaşma Görə olur. start qiymət deyil olsun ki, bu almaq istəyən də bir risk eləsin, zəng eləsin ki, görə nə qədər endirim eləyərlər. 5-7-yə. 5-5-ə istəyən olsa nə deyək? Təklif eləyirik ha biz. Olar, razılaşmaq Gəlsinlər, olar, razılaşmaq gəlsinlər, olar. danışarıq. Hansı rayona gəlsinlər? Beyləqan rayon. Əlaqə nömrənizi də deyə bilərsiniz. 050 719 050 719 66 55. 66 55. Uğurlar arzu edirəm qardaşlar. Çox sağ olun. Siz də sağ olun. Təşəkkürlər. Xeyirli olsun qardaşım. Sağ ol, çox sağ ol. Xoş gəlmisən. Təşəkkürlər. 09. Bəli. Buyurun məlumat verin. 09-dur. Problemsiz maşındır. İli 97-dir, 48-ə deyirəm. Yəni içidir, çölüdür, hamısı yığılıb. Motordur, yağ azaltmadır, heç bir şey yoxdur. Karovkasıdır, gecikmədir, atmadır. Yəni hazır maşında yığılıb bugünkü gündə. Qapılar putla, şüşələr podyomnik. Yəni bagajıdır, kolonka sistemi, magnetofon orijinal, kolonkalar orijinal. Yəni bugünkü gündə 1 manat xərc tələb eləmir. 98-in maşını. 97-nin. 97. 97 Sizdə maşın. nə vaxtdan? 2 ildir məndədir. Aformut etibarnamə. Aformut da var, etibarnaməsi də var. Daimin adına da aformutu, etibarnamədə öz adımadır. Hə. 2 il amma sən işlətsən. İki ildir Yoxsa məndədir, elə hə. dayında dikildi. Daimdə çoxdandır, 2 il özümdədir. Lap yaxşı. Sənədləri necədir? Sənədlər hamısı da qaydasındadır. Rəngi də ki, göy metalik sənətə yəni yazılıb fex pasporta. Yəni problemsiz maşındır. Sən götürəndən sonra xərcin olubdu mu maşında? Elə yüngülvari.
İçin Motoruna zaten yığılmışam. baxdırmadın. Motorun əl dəyməyib, yox. Yəni elə alandan sürürəm, çiçək kimidir 08-də motoru. motor. Hə, 08. Yağ azaltması, səsi, Heç bir şey. Çiçək motor kimidir. yaxşıdır. Yəqin ki, yığılmış olar bir neçə dəfə. Məndən qabaq yəqin 5 dolar Təbii ki, olmaz, ilinə amma görə, hə, yəni da ilinə görə maşındır. Korobkada deyirsiz yaxşıdır. Korobkada yəni atma yox, gecikdirmə yox, təkərlər təzə. Qranatlar necə idi? Yaxşıdır qranatlar, səsi yox, küyü yox. Perodokun ümumi vəziyyəti. Perodoku qəşəngdir. Səsi Ekran küysüzdür. necədir? Ekranı yəni indi ilinə görə yüngülvari iş gedə bilər, amma öz ekranıdır. Yəni indi təzə 0.15-də də olur. Hə, yüngülvari iş gedə bilər, amma yəni öz qanuni ekranıdır. Maşının rənginə də söz ola bilməz. Fərqli Təkərlər də təkərlər yaxşıdır. sanki, eləmi? Hə, hə. Yaxşıdırlarmı təkərlər? Yaxşıdır. Əyrisiz adı, yəni heç nəyə yoxdur. Altında vəziyyət necə? Polunda. Altında çürüyü yox, sarığı yox, yəni çiçək kimidir. Dəyişilənləri hansılardır? Qapı, krel, kapot. Dəyişilən vallahi yəni məndə olandan heç birisi dəyişilməyib. Yox, Yəni indi bilmirəm, məndən qabaq söhbət ola bilər edirəm. dəyişilər, yəni onu bilmirəm. Hə, orada Oyunda da- əvvəlindən xəbəriniz yox. Hə, yəni Amma indi- təbii ki, dəyişilmiş olar da yəqin. Yəqin nəsə dəyişilər də, indi ola bilər kreldir dəyişilər, məsələn qapı dəyişilər, yəni onu Kosmetik işi var. bilmirəm. Nətəri? Kosmetik işlər necə? Belində zədələr görürəm. Belində yəni yüngülvari bel işlər var, indi prosto yəni Nə taksi yeridim o, nə hə, o da taksi yeridir. Yəni belə 3 ilin 4 ilin kraskasıdır yəni. Aynalar necədir? Yaxşıdır. Qırıq çatı yoxdur ki, şüşələr. Yox, yox. Hamısı Deyirsiz- yaxşıdır. Önlər mi düymə ilə qalxır, yoxsa hər dördü də mi? Yox, iki qabaqlar pnovka ilə də, arxalar ruska ilə də. Qapılar da putla açılıb bağlanır. Şitimiz bərbaddır elə bilirəm, eləmi? Şit yaxşı deyil. Şit indi hə, indi biraz üstü başı çuxurlanmalıdır. Yəni ideal deyil şit. İndi bunu yəni şit ideal olsa Oturacaqlar normal görsənir. oturacaqlar normaldır, çuxurlanıb. yaxşıdır, çuxurlanıb. Əsas bizə Özü lazım olan təzədir. qiymətidir. Qiymətin biləndə deyəcəyik ki, Hə, qiyməti yəni alan olsa razılaşmaq olar. start qiymətsizliyində. Hə, indi 4-8-ə deyirəm, yəni alan olsa 4-6 ilə razılaşmaq olar. 4-8, 4. Hə, yəni ondan aşağı 09 üçün baha deyil ki. Yox, yəni bunun üçün yox. Yəni də indi 09-lar da var burada, məsələn 7-8 min deyirlər. Yəni bunun özünə görə qiyməti yaxşıdır. Hansı rayondasınız? Ağcabədi rayonu İndar qəsəbəsində. Əlaqə nömrəsi deyə bilərsiniz? Problem yoxdur, deyərəm. 050 974 99 97. Adım da Məhəmməddir. Məhəmməd qardaş, uğurlar arzu eləyirəm. Çox sağ olun. Siz də sağ olun. Aha. Seyran qardaş deyəsən canlı yayıma. Canlı yayımdasan qardaşım. Uğurlar arzu eləyirəm. Şeyh məsələ olmadı. Qardaşımız da nə oldu 99. 99. Maşını gətirmişsiniz satmağa. Bəli. Hə, buyurun qardaşım, məlumat verin. İli 2002-dir, injektordur. Yəni problem yoxdur. Ailə maşını. Nə vaxtdan sizinkidir? 5 il, 4 il, 5 il ola bilər. Aformut olunub? Öz adıma. Allah yaxşı. Elə 5 ildir deyəsən heç fikir verməmsən maşına, eləmi? Hələ alandan belədir. Xərcəyimsən? Aha, çəkilir. Nələr düzəltdirilibdir? Nəm qranatlar dəyişilib, korobka yığılıb, motor yığılıb. Belə. Motor nə zaman yığıldı? 2 il ola. 1 il. İndi yağ azaltması yoxdur Yox. ki. Səsi də yaxşıdır. Qəşəng. Korobkada vəziyyət necədir? Belə də salamatçılıq yaxşı. Atması yoxdur. Yox. Fikirləşdin dedin ha? Yox, yox. Varsa Fikirləşdim ki, deyən. yox, yox, yox. Almaq istəyən olsa gəlib bir yoxlayacaq. Problemdir, gəlsin. Qranatlar necə? Qranatlar düz gedəndə yaxşıdır, sağa sola arada bir səs edir. Hə, səsi gəlir. Dəyişilməlidir yoxsa idarə eləmək olar? İdarə eləmək olur, yaxşı. Pulniklər yerindədir? Yerindədir. Hə, bir də ekran soruşmalıyıq da bunlarda. Ekran da var. Cüzi iş yeri. Hə, cüzi iş yeri ekranında. Cüzi işi yox. Nəsə Təkərlər- bir problemi çıxsa da pulundan çıxacaq. Təkərlər qış təkərlərdir. Təkərlər qış təkərlər. Təkərlər yaxşıdır. Bir dənəsində mən yaman zəiflik gördüm ha. O birisi tərəfdən. Sərnişin tərəfdən arxa təkər yaxşı deyildi. Hə, Ön təkərlərin o birisi necə? o yaxşıdır. Yaxşıdır. Belə, mı? hə, o kimi. Altı necədir? Zədə çoxdurmu? Altında yox. Zədə Çürüyü, pası, olmamalıdır. Yox. danqrat yerləri falan varmı? Bunda danqrat yeri olmur. Nəsə orada kant olur. Kan, yəni elə deyirəm- belə şey olur da. Hə, Dəmir lap Mən var. Düz. kantı deyirəm. Hə, düz lap var. Çürüyü yoxdur ki, yəni Yox. deyirəm. Dəyişən Maşın necə? Dəyişdən Hansı bir var? dənə qabaq sakırlı. Digərləri hamısı özününkidir. Qapı, kapot hamısı özününkidir. Kosmetik işi var elə bilirəm. Elə belə yüngül lak var olmalıdır ki. Şüşələr təmizdirmi? Qırıq çat yoxdur aynalarda. Yox, aynalarda qırıq çat yoxdur. Ön aynada nədir o? Ləkədir görsənir? Ləkə olar. Qırıq çat yoxdur. Yan aynalar əllə mi qalxır? Aynen. yoxsa? Qabaqlar şey, podyomnikdə, arxalar əldir. Aha. Şitdəki 015 şitdir. Hə. Təmizdir elə bilirəm. Salon, eləmi? hə, çatıb, çatıb filan heç Oturacaqlar, nə yoxdur. oturacaqlar yaxşıdırmı? Yaxşıdır. Cırıq sökü, çöküntü. Deməli yox. Maşınımız normal maşındır. Qiyməti də deyirsiniz.
4300. 4300-ə deyirsiniz. 3800 sayan olsa verəkmi? 3900 sayı nasıl verir? 100 manat söhbət eləmək. İzləyicilər inciyər bizdən. Hə, 3800 sayı nasıl verəcəm? Veririk Yaxşı. eləmi? Hardadır maşınımız? Qəbələdə. Burada Bərdə bazarındadır. Qəbələdə olur. Əsas biz Qəbələni deyirik də. Qəbələdə. Əlaqə nömrəsi. 051 301 90 70. Uğurlar arzu edirəm. Sağ ol. Siz də sağ olun qardaşım.